Fatih bəy. İkimiz bir yerdə düşməmişdik hələ. Deməli əziz qardaş, ilk öncə onu deyim ki, bayaqdan söyləyirəm tramvaylar haqqında bir demiş şərait yaranmaq için izah verim. İlk öncə onu deyim ki, Azərbaycanda tramvaylar var idi əvvəllər. Və biz müstəqillik dönəmini qazandıqdan sonra, müəyyən müddətdən sonra, 90-cı illərin sonuydu, məncə 2000-ci illərin əvvəlidir, tramvaylar Azərbaycanda yeni çıxırdılar. Və çox fazla səbəb oldu, şəhərin görüntüsünü itirirdi. Buna penəcədən azaltdılar. Yəni, ümumiyyətlə dayandırdılar, yığışdırdılar tramvayları. Hardasa haqq verirlər, mən haqq verirdim. Çünki həqiqətən Bakı gözəl şəhərdir. Amma o tramvay xətləri həqiqət bərbad göstərirdi Bakını. Amma bir şey də var ki, bu ümumi salon nəqliyyat vasitəsinin hərəkətini mühafizə edir. Çünki əvvəllər trolleybüs var idi, tramvay var idi, düzdür əziz qardaş? Və avtobus var idi, metro var idi. Yenə onlar var, indi trolleybüs, tramvay yoxdur. Və ümumi salon nəqliyyat vasitələri çox olanda insanların, vətəndaşların mənzildən mənzilə getməsi, çatması daha rahatdır. Düzdürmü? İndi trolleybüs və tramvaylar yığışdırıldı, birbaşa yük düşdü metroların avtobuslar üzərində, ona görə də insanlar əziyyət çəkir. Gələcəkdə yəqin ki, dövlətimiz, müvafiq icra hakimi orqanları buna uyğun tədbir görərlər. Mən eşitdiyimə görə Azərbaycanda yenidən tramvayları istəyirlər bərpa eləsinlər, tramvay xətlərini çəksinlər. Və bu arada qolum yoruldu belə çəkməkdən. Deməli qardaş, indi gələk izaha. Qaydalara əsasən tramvaylar digər nəqliyyat vasitələri, yəni reyssiz nəqliyyat vasitələri var, reyssiz nəqliyyat vasitələri var. Onlar reyssiz nəqliyyat vasitələridir. Reyssiz nəqliyyat vasitələri bizə nisbətən üstünlüyə maşınlar çox var, amma həmişə yox. Tramvaylar misal üçün 3 halda üstün olmur. 1. Bax, bayaq işıqfor göstərilmişsiniz, değil mi? İşıqforun əsas bölməsində tramvay olanda yox. Yəni, köməkçi bölmədə tramvaya yaşıl işıq yanır. Əsas bölmədə reyssiz nəqliyyat vasitəsində yaşıl işıq yanır. Bu zaman tramvay üstün deyil, digər nəqliyyat vasitəsindən yol verməlidir. Başa düşdün eləməlisin? 2. Tramvay gəlir yol ayrıcına çatır. Tramvayın qarşısında yol verilişən var. 2.4 yol verilişən var. Misal üçün 2.5 stop nişanı var. Və yaxud da 2.3.1, 2.3.2, 2.3.3 nişanlar var. Bir tərəfi qalın, bir tərəfi nazik xəttlər. Üstün nişanlardan hansı ki, qalın xət tərəfinə yaxınlaşdırır, baş yoldur. O nişanların nazik xət tərəfinə yaxınlaşırsa, yəni ikinci dərəcə yoluna yaxınlaşırsa, tramvaylar yenə üstün olmur, tramvaylar yol verməlidir. Və üçüncü qayda, tramvay hansı halda üstün olmur? Üçüncü qayda, tramvay depodan çıxdıqda, yəni onların da deposu var da, düzdürmü? Onlar depodan çıxdıqda tramvaylar yol verməyə borcludur. Amma depoya gəldikdə, depoya girdikdə tramvaylar üstündür. Digər hallarda tramvaylar üstündür. Misal üçün, yol ayızından kənarda tramvaylar həmişə üstündür. Misal üçün, yol ayızından kənarda deyirəm. Yol ayızından kənarda tramvay baş yoluna yaxınlaşmır, ikinci dərəcə yoluna yaxınlaşır. Misal üçün, sən gəlirsən baş yolundan, tramvay gəlir ikinci dərəcə yolundan. Amma yol ayızından kənardadırsa tramvay üstündür. Baxmayaraq ki, tramvayın qarşısında yol verilişanı var. Bu müstəsna, istisna hal kimi tramvaya üstünlük verir burada. Daha sonra, eyni əhəmiyyət yolların kəsişməsində, eyni əhəmiyyət yolların kəsişməsi bilirsiniz nədir? İzah eləmişəm dəstəmanı sizə. Sağdan gələn normalda üstündə axı. Amma tramvaylar, yəni reyssiz nəqliyyat vasitələri, reyssiz nəqliyyat vasitələrinin nəzərən üstünlüyə malikdir. Baxmayaraq ki, onun sağından təkərli nəqliyyat vasitəsi, yəni reyssiz nəqliyyat vasitəsi gəlir, o yol verməli deyil, üstündür. Yəni deməli, yol ayrıcından eyni əhəmiyyət yol ayrıclarında biz demişik ki, sağdan gələn üstündür. Tutaq ki, mən də gəlirəm, sən də öz avtomobillə gəlirsən sağdan, mən sənə yol verirəm, sağ qol prinsipi. Amma yox, tramvay gəlir, sağında avtomobil isə, təkərli nəqliyyat vasitəsi isə tramvay üstündür. Nə olsun ki, sağında avtomobil var, tramvaya üstünlük verilir. Yox, əgər sağından da tramvay gəlirsə, bu zaman tramvay sağındaş tramvay yol verməlidir. Aydındır? Necə ki, bizdə sağ qol prinsipi olduğu kimi, onlar da öz aralarında sağ qol prinsipini belə üstün tuturlar. Deməli, bildik, tramvaylar hansı halda üstün olmur, əziz qardaş? 1. İşıqforun əsas bölməsində yaşıl işıq digər nəqliyyat vasitələri yanır. Misal üçün, kəsişmədə tramvaylara əlavə bölmədə yaşıl işıq yanırsa, bəli, tramvayın hərəkətinə icazə verir. Amma və lakin, bildirir ki, sən digər əsas bölmədə yaşıl yanlara yol verməlisən. 2. Hansı halda üstün olmadı? Qarşısında yol verilişanı var idi.
2.4 yol ver nişanı, 2.5 stop nişanı, 2.3.1, 2.3.2, 2.3.3 nişanları hansı ki ikinci dərəcəli yolla kəsişmə nişanı var. O nişanlar, onlar tərəfdən nazik xətt tərəfdən yaxınlaşırsa tramvay üstün deyil. Yadda qalar. Üçüncü hal, tramvay depodan çıxdıqda. Tramvay depodan çıxdıqda üstün deyil. Amma depoya gəlib də üstündür. Bilmənalı şəkildə belədir. Bilmənalı şəkildə tramvaylar yol ayrıcan kənarda üstündür. Aydındır. Və digər nüansı dedim, eyni əhəmiyyət yollarda sağdan gələn tramvaysa tramvay yol verəcək. Yox, sağdan gələn minik avtomobilsə, yəni təkərli nəqliyyat vasitəsi. Minik də yüklü fərq etməz. Reysiz nəqliyyat vasitəsisə, amma yenə tramvay üstündür. Nə olsun ki, sağdan digər nəqliyyat vasitəsi var. Qayda budur qardaş. Mən sizə qaydanı izah edeyim. Baxmayaraq ki, Azərbaycanda tramvaylar yoxdur. Amma bizim fən beynəlmiləl fəndir. Bax, bugünkü gündə mənim tələbəm Almaniyadan gəlib bizə yaxınlaşır və bugün son dərsimizdir. Son təəssüflə bildirirəm ki, bizim axırıncı dərsimizdir bugün. Mən sizinlə dərs keçməkdən zövq aldım. Həqiqətən tam səmimi fikrimi bildirirəm. Maşallah olsun, çox mədəni insansınız. Özünüz də həkimsiniz, stomatologsunuz, Almaniyada işləyirsiniz, Almaniyada təhsil almışsınız, Almaniyada işləyirsiniz. Mən sizə həqiqətən uğurlar arzu edirəm gələcək fəaliyyətinizdə. Və mənim tələbəm Fərid bəy Almaniyada imtahana hazırlaşır. Əziz izləyicilər, dəyərli izləyicilər. Bəzi belə deyim də kommentarda yazırlar bəzən təlim nəyə lazımdır falan filan deyən dostlar var, yoldaşlar var. Əzizlərim, baxın, insanların düşüncəsinə, insanların əməlinə hörmət etmək lazımdır. Baxın, Almaniyada imtahan verəcək sürücülükdən, sürücülük vəsiqəsi almaq üçün. Və bu şəxs Almaniyadan Azərbaycana gəlib qaydalara öyrənməyə, nəzəriyyəni oxuyub, indi sürməyi öyrənir və özü verəcək qaydanı, imtahanı özü verəcək. Və görün nə gözəl bir iş görür. Həm sürməyi öyrənir, həm özü öz savadı ilə sürücülük vəsiqəsini əldə edir. Mən sizə həqiqətən uğurlar arzu edirəm. Mən artıq sizə deyə bilərəm, siz hazır sürücüsünüz. Yəni biz 10 dərslik paket, yəni 10 dərs bizə yetdi ki, siz mükəmməl sürücü olasınız. Həqiqətən də bugün mən sizinlə sürmüşəm, çox yol sürmüşəm, indi davam edəcəyik hələ. Bu dayanmışıq, pauzalar vermişik, bunların hamısını nəzərə alacağım, sürəcəyik qarşıda. Hələ sənin sürətli yolda sürdürəcəm. İnşallah. Və əzizim, dediyim kimi, inşallah ki, Almaniyada sürücülük imtahanından keçəcəyindən əminəm. Çünki artıq sən ilkin müəllimə tələbəsisən və mən bilirəm sən nəyə qadirsən artıq. Və əziz tələbəm, sənə uğurlar. Vaxt olsun, inşallah Almaniyada imtahandan keçdikdə yaz ki, müəllim, mən imtahandan keçdim, məni təbrik edə bilərsən. Başın güllərsə, qardaşım. Və tramvaylarla bağlı izah verdim sənə. Baxın, Almaniyada yaşayan tələbəmdir. Ona lazımdır. Amma tək bu izahı bu qardaş üçün demirəm. Ola bilər ki, Azərbaycanda yaşayırsınız, bu qaydanı bilmək lazımdır. Və sabah siz burada yaşayırsınız, sabah gedərsiniz İsveçrədə yaşayarsınız, Fransada, İngiltərədə, Almaniyada siz də yaşaya bilərsiniz. Və nə olsun Azərbaycanda yoxdur, qaydanı bilmək lazımdır. Onu bilməsəniz orada əziyyət çəkərsiniz. Və bu qaydanı da izah vermək üçün müəllim lazımdır ki, müəllimin savadı lazımdır ki, müəllim bilsin. Və müəllim də öz ixtisasını bilməlidir, öz sahəsini bilməlidir, geniş şəkildə bilməlidir və ətraflı izah etməlidir tələbəyə. Ümidvaram ki, izahımı başa düşdünüz. Burada çəkilişi dayandırıram. Sürməyə davam edəcəm. Ən sonda sənin xırda bir təəssüratdan alacağım inşallah. Oldu qardaş? Hələlik.